Marketlərdə tez-tez endirim kampaniya kimi başlıqlı elanlara rast gəlirik. Xüsusilə qida məhsulları ucuzlaşan qiymətləri ilə diqqət çəkir. Amma sual yaranır. Bu məhsullar doğrudan da keyfiyyətli və etibarlıdırmı? Yoxsa istifadə müddətinə az qalmış, saxlama şəraiti düzgün olmayan riskli seçim olar? Keyfiyyətlidirmi endirimli məhsullar? Alırıq, amma keyfiyyət o qədər də yoxdur. Bu qatıq məhsullarıdır, süd məhsulları onlardan. Baxır necə məhsul, un məmulatlarında. Ağartılarda da məncə. Mən endirimlərə inanmıram çox vaxtı. Keyfiyyətli şeylərə üstünlük verirəm. Tarixinə baxırıq. Vaxtı varsa alırıq, olmasa yox. Meyvə tərəvizin təzəsinə baxırıq. Təzədirsə götürürük. Məsələn, yağ məhsullarını mən baxıram da, o keyfiyyətli yağların heç birini salmır. Endirimli məhsul keyfiyyətli sayılır? Yox, amma istifadə edirsən də məcburiyyət qarşısında. Qida mütəxəssisi Seymur Qafarovun sözlərinə görə, adətən pərakəndə satış müəssisələri bazarda rəqabət apara bilmək üçün ayrı-ayrı vaxtlarda müxtəlif növ endirim kampaniyaları həyata keçirirlər. Bu kampaniyalar bəzən bir məhsul alana ikinci məhsulun hədiyyə olunması, bəzən isə məhsulların birlikdə paketlənərək daha sərfəli qiymətlə təqdim olunması şəklində olur. Endirimli məhsulların dünya üzərində aparılmasının əsas məqsədlərindən biri istifadə müddəti bitməyə az qalmış məhsulu istifadə müddəti bitmədən öncə satışa çıxarıb sata bilmək və şəbəkənin əvvəlcədən satın aldığı məhsulu zərərinə deyil, öz xeyrinə bu prosesi bitirməyə hədəfləyir. Məhsulları bağlayaraq birlikdə satmağı hədəfləyirlər. Mütləq onu məhsulun istehsal tarixi və son istifadə tarixi üzərinə düşməməlidir həmin o yapışqan. Adətən belə məhsullar endirimə salındıqda qablaşma materialının tamlığı pozulmuş olur, yəni hər hansısa bir bambaj olur, deformasiya olur və ya istehsal və son istifadə müddəti olmasına baxmayaraq uyğun şəkildə saxlanmadığından artıq keyfiyyətini itirmişdir, istehlaka yararsızdır. Seymur Qafarov deyir ki, istifadə müddətinin bitməsinə az qalmış məhsullar maya dəyərinə və hətta daha aşağı qiymətə təklif olunmalıdır. Amma hər bir halda qablaşmasında və ya görünüşündə problem olarsa, həmin məhsulu satmaq və istehlak etmək tövsiyə olunmur. Əsas məsələ birinci, o məhsulun üzərinə saxta şəkildə son istifadə tarixi vurulmasın. Əslində xarab məhsul, halbuki üzərində hələ də istifadə müddəti olmuş kimi görünər olmasın. İkinci yanaşma ondan ibarətdir ki, bu məhsullar hansı ki endirimə cəlb olunublar, həmin məhsulların saxlanış temperaturu pozulmasın. Soyuducu saxlanmalı olan dəniz nemətləri otaq temperaturunda müsbət 23 dərəcə saxlanılır. Yenidən müsbət 5 dərəcə, sıfırla müsbət 5 dərəcə Selsi arasında soyuducuya qaytarılır və endirimə cəlb olunur. Sözsüz ki, bu problemdir. Mütəxəssis qeyd edir ki, belə qidaların istehlak olunması ciddi qida zəhərlənmələrinə səbəb ola bilər. İlham Əkəliyeva, Davud İbrahimov, Xəbər Ertəsi.